Birinci sualda 20% məhlul hazırlamaq üçün 400 qram sudan neçə qram kalium xlorid əldə etmək lazımdır? Məhlulun burada qiymətini bilmirəm nə qədərdir, amma faizi, omeqanın qiyməti verilib. Omega da bərabər idi nəyə? M həll olan bölünsün, məxrəcdə M həll olan üstəcələ M su vurulsun 100 idi. Və omeqanın yerinə 20-ni yazdım. M həll olanı bilmirəm, amma suyun miqdarı verilib ki 400-dür, vurulsun 100-ə. Və buradan mən M həll olanı hesablayıb tapıram ki 100 qrama bərabər olur. Doğru cavab oldu C variantı. İkinci sual. 200 qram 10%li duz məhlulunda suyun mol sayını müəyyən edin. 200 qram 10%li, yəni 200 vur 10 bölü 100, 20 həll olan varsa, 200 çıx 20, 180 qramda su var. Və suyun mol sayı dediyinə görə nü bərabərdir, M bölünsün, M molyar düsturuna görə 180-i verilmiş qramı böləcəyəm suyun M-erinə, tapacağım ki 10 mol su var. Üçüncü sual. 300 qram 20%li kalium OH məhluluna 100 qram kalium OH əlavə edilərək alınan məhlulda kalium OH-ın kütlə payını hesablayın. 300 qram 20%li, yəni burada var 60 qram həll olan və deyir 100 qram da həll olanın üzərinə əlavə elə. Həll olanın üzərinə əlavə elədim, oldu 160 qram həll olan və 300-dən də çıxıram bu 60-ı, tapıram ki 240 qram da suyumuz var. Alınan məhlulda kalium OH-ın kütlə payını deyir tapın. Omega bərabərdir. Maddəm oldu deməli 160. Məhlulum da oldu 160 üstəcələ 240 vurulsun 100. Bu da bərabər olacaq 40%. Üçüncü sualda doğru cavab C variantı. Dördüncü sual. 450 qram 20%li, yəni 450-nin 20%-ni tapıram və tapıram ki bu 90 qram həll olandır. 450-dən də çıxıram 90 həll olanı, tapıram ki 360 qram sudur. Deməli, var 360 qram suyumuz. Və neçə qram su buxarlandırmaq lazımdır ki, onu bir cür yazaq, 450 çıx 90 oldu, 360 qram su, düzdürmü? Neçə qram su? X minus X, bilmirəm nə qədər buxarlandırıb. 30%li məhlul alınsın. 30% bərabərdir həll olan, məxrəcdə də həll olan üstəcərək həll edici vurulsun 100 və buradan da x hesablayıb tapacağıq. X bərabər olacaq deməli 150-yə. Doğru cavab D variantı. 5-ci sual. 40%li şəkər məhlulundan 20 qram şəkər əlavə edildikdə 50%li məhlul alınır. Alınmış məhlulun kütləsini hesablayın. 40%li şəkər məhlulu. Məhlulum deməli x olsa, x qram 40%li, x vur 40 böl 100. Bu olacaq 0,4x həll olan, 0,6x də nə? Su. Və deyir 20 qram əlavə elə. Maddənin üzərinə əlavə edirik. 50%li məhlul alınır. Yəni 50% bərabərdir 0,4x üstəcələ 20. Məxrəcdə bunların cəmi 0,4x-nə 0,6x elədi. X bölüs 20 vurulsun 100%. Buradan da biz x hesablayırıq. X bərabər olur 100 qrama. 100 qram burada deməli məhlulun qiymətidir. Və deyir alınmış məhlulun kütləsini hesabla. Bu oldu əvvəlki məhlul, yəni bunun miqdarı ilkin məhlulun. Və sonuncu məhlulda da suyun üzərinə biz 20 əlavə eləmişik. Yəni sonuncu məhlulumuz budur. Bax, x plus 20-dir. 100 qramın üzərinə 20 də əlavə eləsəm, cavab olacaq 120 qram. Doğru cavab olacaq D variantı. 600 qram 30%li məhluldan su buxarlandırmaqla 40%li məhlul alınmışdır. Alınmış məhlulun kütləsini müəyyən edin. Düsturumuz var idi. M1 omega 1, üstəcələ M2 omega 2 düsturu var idi və burada 300 qram 30%li M1 omega 1 bağışlayın. M1 omega 1 bərabərdir M2 omega 2. Aha. 300 vur 30 bərabərdir nəyə? X vur 40. Aha, x-i də buradan hesablayıram. 300 vururam 30-a bölürəm 40-a, cavab olur 225 qram. Doğru cavab A variantı. 7-ci sual nəzərdən keçirək. 500 qram 20%li nə deməkdir? Yəni 500 vur 20 böl 100. Burada var 100 qram həll olan. 500-dən də 100 çıxanda 400 qramda su var. Və deyir ki, duz məhlulunda 50 qram su buxarlandırıldıqdan sonra 50 qram həmin duzdan əlavə olunur. Yəni deyir ki, həll olanın üzərinə 50 qram əlavə ilə, bu olsun 150. Sudan da 50 qram buxarlandır. Yəni 400-dən də 50-sin çıx. Bu da oldu 350. Artıq hesabladıq. Alınmış məhlulda duzun kütlə payını deyir hesablayın. Yəni omega bərabərdir. Həll olanımız oldu 150.
Məhlulumuz da oldu 150 üstəcərək 350 vurulsun 100. Vurulsun 100. Deməli, doğru cavab da burada olacaq 30%. C variantı. 8. 450 qram 30 faizli natrium OH məhlulundan neçə qram su buxarlandırmaq lazımdır ki, 45 faizli məhlul alınsın. 450 qram 30 faizli, yəni 450 vur 30 bölü 100, 135 qram həll olan eləyir. 450-dən də 135-in çıxanda 315 qram da suyumuz qalır və sudan deyir nə qədər buxarlandırmaq lazımdır. -2 yazıram, bilmirəm nə qədər buxarlanıb. 45 faizli məhlul alınır. 45 bərabərdir yuxarıda həll olan, aşağıda həll olanla həll edicinin cəmi, yəni 135 üstəcərək 315 minus x vurulsun 100. X də buradan bərabər olur 300 qramı. Tapdıq ki, x-imiz, yəni həll olan, buxarlanan suyun miqdarı 300 qramdır. Deyir, neçə qram su buxarlandırmaq lazımdır ki, 45 faizli məhlul alınsın. Və burada ümumi məhlul nə qədər idi? 450. 450-dən 300-ün buxarlandırdıq. Deməli, 150 qram bizdə alınan məhlulun miqdarı oldu. Bircə dəqiqə 8-ci sualı təkrar baxaq. Burada hesablamanı düzgün aparmamışıq. Hesablamanı düz eləməmişəm. 450 vurulsun 30 bölünsün 100. Deməli, bu alınır 135 qram həll olan. Və 450-dən də 135-i, yəni həll olanı çıxanda burada 315 qram su qalır. Və deyir nə qədər su buxarlandırmaq lazımdır? -2 yazdım. 45 faizli məhlul alınır. 45 bərabərdir 135 bölünsün. Məxrəcdə də 315 ilə 135-in cəmi elə 450 eləyir. -2 də var. Yazdım yerinə. Vurulsun 100. X də buradan bərabər olacaq. Bunlar ixtisar gedir. Burada 3 düşür. Yəni 300. 450 minus x bərabərdir 300-ə. X də buradan bərabər olur 150 qrama. Doğru cavab burada olacaq A variantı. 8-ci sual. 80 qram kalium hidridi 372 qram suda həll etməklə alınan qələmi məhlulun qatlığını hesablayın. Kalium hidrid üzərinə su əlavə olunduqda buradan kalium OH alınır, bir də hidrogen alınır. Hidrogendən bilmirəm nə qədər ayrılacaq. Qazda ayrılır, məhlulda qalmır. Görək nə qədər 80 qrama su sərf olunur. Birinci sərf olunan suyu tapaq. Bu iki hissədən M buradan bərabər olacaq, deməli 36 qram su. Su sərf olundu. Əvvəl bax 372 qram su var idi. 36 qramı sərf olundu reaksiya nəticəsində. Deməli yazıram 372 çıx 36. Sonda 336 qram su qaldı. Bəs baxaq görək nə qədər burada həll olan alınır. Kalium OH-ın qiymətini hesablayaq. Kalium OH da bərabərdir. 80-ə x-dirsə 40-a da 56 qramdır. Buradan deməli tənasüblə kalium OH-ın miqdarını hesablayıram. Və yaxud da belə hesablaya bilərəm. Suyu tapdım. 36 qram idi. Düzdürmü? Burada M. 80 üstəcərək 30. 80 də həll olanın da. Həll olanla həll edicinin suyun cəmi, yəni reaksiya daxil olan başlanğıc maddələrin cəmi verir nəyi? Məhsulları. Bu olur 116 qram. 116 qram kalium OH. Və burada axı qazda ayrılıb. Ayrılan qazı hesablayıram. 80-ə M qramdırsa, 40 qrama da 2 qram qaz ayrılıb. M də buradan bərabər oldu 4 qram. 4 qram qazda məhlulda qalmır, uçub gedəcək. Yəni 116-nı 4 qram tərk eləyəcək. 112 qram sonda kalium OH-ımız qalacaq. 112 qram kalium OH, 336 qram da su qaldı sonda. Və bizdən məhlulun qatlığını soruşur, yəni omeqanı soruşur. Omega bərabərdir həll olan, yəni 112 qram bölünsün. Məxrəcdə də 112 üstəgələk 336 vurulsun 100. Doğru cavab da burada 25%-ə bərabər olacaq. Doğru cavab oldu B variantı. 10-cu sual. 500 qram 40%li 500-ün 40%-ni tapıram. Bu olur 200 qram həll olan. 500-ün 200-ü həll olandırsa 300 qramı da nədir? Sudur. Düzdürmü? Və deyir 0,4 mol kristal hidrat həll edilmişdir. 1 mol kristal hidratda bilmirəm nə qədər mis sulfat var. Baxın 160 qram. 160 qram. Bəs 0,4 mol kristal hidratda budur da 1 mol. Bax bu 1 moldur axı. 1 molda kristal hidratda 160 qram mis sulfat var. 5 vur 18 qram da suyumuz var. Amma bizə deyir 0,4 mol. 0,4 mol da bəs mis sulfatın, misçi sulfatın miqdarı nə qədərdir? Bunu hesablayıram.
A-nı buradan tapıram. A olur 64 qram. Mis 3 sulfatın qiyməti deməli oldu 64 qram. 0,4 mol mis kuporosunun miqdarı bəs nə qədər olur? 0,4-ü vururam ml-nə. M kütləni hesablayıram da. Nü bərabərdir. M bölünsün. M milyar düsturuna görə malyarı var, nüsü var. M-i hesablayıram. M bərabərdir. 0,4-ü vururam 250-yə. Tapıram ki, 100 qramda ümumi mis kuporosunun qiymətidir. Və 100 qramın 64-ü dedik ki, mis 2 sulfatdırsa, 100 çıx 64, 36 qramı da nədir? Suyun miqdarıdır. Su bir buradadır, bir də buradadır 300 qram. Əvvəldə 500 qram məhlulun içərisində 300 qram su var. Yəni, cəm suyumuz oldu 300/36, cəm həll olanımız da oldu 200/64. Bu oldu bizim artıq omeqanı tapmaq üçün lazım olan cəmimiz. 200/64 elədi 264 qram. Məxrəcdə də olacaq 264 336 vurulsun 100. Doğru cavab da burada 44%-ə bərabər olacaq. 11-ci sual. Qatılığı soruşur. S bərabərdir. Qatılığın düsturu necə idi? S bərabərdir. M bölünsün M malyar vurulsun V. Və 12 qram bölünsün malyarı 24 vurulsun millilitrdə litrə çevirməliyəm 0,25. Cavab olacaq 2. Doğru cavab A variantı. 12-ci suala baxırıq. Alınan məhlulda natrium sulfatın kütlə payını hansı formulla hesablamaq olar? Deməli, baxın, bu deməli mirabilit mineralıdır və biz bunun ümumiyyətlə kütləsini bilmirik. Məhlulun kütləsini bilmirəm nə qədərdir. X qram qəbul edirəm. Amma bax, suyun miqdarı var. 10 moldur. 10 vur 18, 180 qram eləyir su. 180 qram suyumuz varsa X qramda, bəs onda həll olan nə qədər olar? X minus 180-imiz də olar nə? Həll olanın miqdarı. İndi artıq bunları müəyyən elədik və məhlula da deyir, A qram su əlavə elə. Suyu da suyun üzərinə əlavə eləyərlər. A qram əlavə elədim. Nə kütlə payını soruşur? Omega bərabərdir. X minus 180 həll olan X minus 180 üstəgərək 180 plus A da həll edici. Demək, 180-lər ixtisar getdi. Cavab oldu X minus 180 bölünsün X plus A vurulsun 100. Doğru cavab oldu C variantı. 13-cü sual. Eyni maddənin M qram 60%-li M1 omega 1 üstəgərək M2 omega 2 məxrəcdə M1 plus M2 bərabər edinəyə omega son qatlığı. Və burada yazıram M vur 60 üstəgərək 2M vur 18 məxrəcdə də M plus 2M. Buradan da cavab 32 qrama bərabər olacaq. 14. Eyni maddənin müəyyən kütləli 20%-li məhluluna kütləsi bundan 4 dəfə böyük olan 40%-li məhluluna əlavə etdilər. Alınan məhlulda həll olan maddənin kütlə payını müəyyən edin. Eyni maddənin deyir müəyyən kütləli 20%-li məhluluna. Bilmirəm məhlulun kütləsi nə qədərdir. X qram 20%-li qəbul edirəm. Bu olur 0,2 X həll olan, suyumuz da olur 0,8 X. Deməli, suyun miqdarı. Və deyir ki, məhluluna kütləsi bundan 4 dəfə böyük olan 40%-li məhluluna əlavə etdilər. Kütləsi bundan, yəni məhlulun kütləsi əvvəl X idi. İndi də deyir məhlulun kütləsi 4 dəfə böyük olsun. Yəni əvvəl X idi, sonra olsun 4X. 4X 40%-li olsun. X-imiz də 20%-li idi. X vur 20% üstəgərək. Heç bunları tapmağa ehtiyac yox idi. X qram 20%-li, bir də üstəgərək 4X 40%-li bölünsün nəyə? X plus 4X-ə. Həmin düsturdan M1 omega 1 üstəgərək M2 omega 2 bölünsün M1 plus M2 düsturundan. Cavab da burada 36-ya bərabər olacaq. 15. A və B qablarındakı duz məhlullarının ümumi kütlələri 700 qram olarsa, B qabındakı məhlulda duzun kütlə payını müəyyən edin. 40%-li 120 qram da suyun verib. 40% bərabərdir. Omega bərabərdir. M həll olan bölünsün. M həll olan üstəgərək M su vurulsun. 100 düsturuna görə qiymətlərini qoyuram yerinə. 40% bərabərdir. M həll olan bölünsün. M həll olan üstəgərək 120 qram su vurulsun. 100. Buradan M həll olanı hesablayırıq. 80 qram eləyir. 80 qram həll olandı. Suyumuz da 120 qramdır. Cəm məhlulumuz oldu 200 qram. Düzdürmü? Və deyir ki, ikisi bir yerdə 700 qramdır.
700 qramın 200-ü buradadırsa, deməli 500-ü də buradadır. Yəni burada məhlulumuz 500 qramdır. Və 500 qram məhlulun deyir ki, 400 qramı sudursa, onda həll olanı nə qədərdir? 500 çıx 400, 100 qram da həll olanı var. Duzun kütlə payını soruşur. Omega bərabərdir 100 bölünsün 500 vurulsun 100. O da 20% edəcək. Doğru cavab B variantı. 16-cı suala baxırıq. Sıxlığı verilib. Həcmi məhlulda 250 qram deyir, 240 qram duz var. Məhlulun həcmini deyir hesablayın. Rho bərabərdir M bölünsün V düsturuna görə. Biz birinci sıxlıq verilib, həcm verilib. M-i tapdım. Buradan qiymətlərini qoyaq yerinə. Burada mən həcmi bilmədiyimə görə rho-nu əvvəlcə hesablaya bilmirəm. Birinci biz nə edək? Birinci omeqanın düsturundan istifadə edək. Omega bərabərdir, həll olanın verilib 240. Məhlulumun ancaq bilmirəm nə qədərdir. Yazıram məhlul vurulsun 100. Omeqanın qiyməti də deyir 40%-dir. Buradan mən məhlulun qiymətini hesablayıram. Məhlul olur 600. Məhlulun qiymətini deməli tapdım ki 600-dür və rho bərabərdir. Rho bərabərdir deməli, rho bərabərdir M bölünsün V düsturuna görə V-yi buradan tapıram. M bölünsün rho. M-i tapdım 600 qram. Sıxlığı da deyil 1,2 qramdır. Cavab da məhlul olacaq 500. Doğru cavab oldu D variantı. Millilitrinə soruşduğuna görə bunu artıq çevirmədim. 17-ci suala baxırıq. Eyni maddənin A faizli və B faizli məhlulları verilib, kütlə nisbəti göstərilib və 4 faizli məhlul alınmışdır. Hansı ifadə deyil doğrudur? Fikir verin burada. A böyükdür B şərti bizə verilib. M1 omega 1 üstəgəli M2 omega 2 məxrəcdə isə M1 plus M2 düsturundan istifadə edirik və qiymətləri yazırıq yerinə. 4 bərabərdir. A faizli 1, bu 1 qram A faizlidir. Bu da 2 qram B faizlidir. Yəni 1 vur A üstəgələ 2 vur B. Məxrəcdə də 1 üstəgələ 2. Və buradan 12 bərabərdir A plus 2B. A da buradan bərabərdir. Deməli 12 A buradan bərabərdir 12 çıx 2B. O da bərabərdir. Yazıram 2-ni çıxardıram. Mütərizə xaricdən vurulsun 6 çıx B. Doğru cavab olacaq D variantına uyğun. 18-ci suala baxırıq. A qram 20% kalium 2SO4 məhluluna B qram kalium sulfat əlavə etdikdə alınan məhlulun faizli qatlığını müəyyən edin. A qram 20% nə deməkdir? Yəni A vur 20 böl 100 0,2 A həll olanımız var. A çıx 0,2 0,8 A da suyumuz var. Amma su bizə lazım deyildir. Məhluluna B qram maddə əlavə olunmuşdur. B-ni də həll olanın üzərinə, yəni maddənin üzərinə əlavə edirlər. Və alınan məhlulun deyir faizli qatlığını hesablayın. Yəni omega bərabər nəyə? 0,2 A üstəgələk B. Məxrəcdə də bax bu üçünün cəmi 0,2 A ilə 0,8 A verəcək A-nı. Bu da B-dir. Vurulsun 100%. Doğru cavab oldu A variantı. 19. M qram 50%. Yəni M vur 50 üstəgələk 3M vur 10. Məxrəcdə də M-lərin cəmi. Hansı düstur oldu? M1 omega 1 üstəgələk M2 omega 2. M1 plus M2 bərabərdir omega son düsturundan deməli istifadə elədik. Qiymətləri qoyduq yerinə və cavabı aldıq 20%. Doğru cavab oldu B variantı. 20-ci suala baxırıq. X qram 30%-li nə deməkdir? Yəni X vur 30 böl 100. 0,3 həll olan var. X-dən də 0,3 çıxanda 0,7 X-də suyumuz var. Və deyir suyun üzərinə x qram əlavə eləsəm, olacaq 1,7 X su. Və omeqanı hesabla deyir. Omega bərabərdir 0,3 X bölünsün. 1,7 X üstəcək 0,3 X vurulsun 100. Cavab olacaq 15%. B variantı. 21. A qram 40%-li. Deməli yazırıq. A vur 40 böl 100. Olur 0,4 A həll olan 0,6 A-da su. Suyun üzərinə deyir B qram su əlavə elədik və 10% məhlul alınır. 10 bərabərdir 0,4-ə. Məxrəcdə də həll olanın üzərinə əlavə eləyirəm. Həll edicini vururam 100-ə. Buradan deməli 4-ə bərabər olur A plus B-yə. B də bərabər oldu 3 A-ya. Bizə də deyir A böl B nisbətini hesabla. A-yımız elə A-dır. B-nin də qiymətini yerinə yazıram. 3 A-nı yazıram yerinə. Olur 1 bölünsün 3. Doğru cavab oldu C variantı.
22-ci sual. Sıxlığı 1,5 qram bölünsün mililitr olan 400 mililitr 60% məhlul hazırlamaq üçün əvvəlcə məhlulun biz kütləsini hesablamalıyıq. M bərabərdir rho v düsturuna görə 1,5-i vururam 400-ə. Buradan hesablayıram ki 600 qram məhlulun kütləsidir və 600 qram 60%-dir. Yəni 600 vur 60 böl 100. Həll olan maddə olur 360. H2SO4-ün kütləsi, yəni həll olanın kütləsi də 360 oldu. Doğru cavab oldu A variantı. 23. 60% duz məhlulunda suyun yarısı buxarlandırılır. X qram 60%, yəni X vur 60 böl 100. 0,6x burada həll olanın qiymətidir. X çıx 0,6x, 0,4x də suyun qiymətidir. Və deyir suyun yarısı buxarlandırılır. Suyun yarısı, yəni 0,4x-in yarısı nə qədərdir? 0,2x. Deməli 0,4x-dən 0,2x-i buxarlandı, sonda qaldı 0,2x su. Alınmış məhlulun kütləsi, alınan məhlul. Deməli məhlulumuz oldu nə qədər? 0,6x həll olan, 0,2x də su, cəm 0,8x məhlulumuz oldu. Alınmış məhlulun kütləsini 3 dəfə artana qədər, yəni 0,8x 3 dəfə artıb 2,4x olacaq. Düzdür? 3 dəfə artana qədər su əlavə edilərsə, neçə faizli məhlul alınır? Yəni biz 0,4x-in üstünə nə qədər əlavə eləməliyik ki, 2,4x alınsın? A buradan bərabər olur 1,6x. Deməli, 1,6x su əlavə eləməliyik ki, məhlul 2,4x olsun, düzdür? Və yazıram, onda su olur, deməli, burada su bərabər olur 0,2x üstəcələ 1,6x. Deməli, oldu 1,8x suyumuzun miqdarı. Həll olanımız da 0,6x-dir. Bizdən də omeqanı tələb eləyir. Omeqanı tapaq. Omega bərabərdir 0,6x bölünsün. Məxrəcdə 0,6x üstəcələ suyun miqdarı, yəni 1,8x vurulsun 100. Cavab da 25% edəcək. Doğru cavab oldu Y variantı. 24-cü sual. 400 qram 20%li x qram kalium OH, bir də 36% kalium OH alınır deyir. X-i müəyyən edin. 400 qram 20%li, yəni 400 vur 20 böl 100. Burada 80 qram həll olan var. 400 qramın üzərinə də x qram maddə əlavə olunub. Yəni həll olan oldu 80. Deməli 320-si də onda su olacaq. Düzdür? Və həll olanın üzərinə deyir x qram əlavə elə. Əlavə elədim. 36%li məhlul alındı. Yəni 80 plus x. Məxrəcdə də bax, bunların cəmi oldu nə qədər? 400 plus x vurulsun 100. X-i də buradan hesablayıram. X 100 qrama bərabər olacaq. 25. Qrafikə əsasən duz məhlulu üçün doğru ifadələri müəyyən edin. Məhlula duz əlavə edilib deyir. Fikir verin. 30%-dən əvvəl buradaydı da 100. Sonra olub 200. Düzdür? Duz əlavə edildikdə maddənin kütləsi artır, axı məhlulun kütləsi artır. Amma fikir verin, 100 olanda 300 idi qatılıq omega. Sonra olub 15%. Yəni omega neyniyib? 30-dan 15-ə azalıb. Maddə əlavə eləyəndə omega artır, axı azalmır. Bu doğru ifadə deyil. A nöqtəsində məhlulda deyir 70 qram su var. A nöqtəsi bu nöqtədir. Burada deyir 70 qram su var. Məhlulumuz 30-dur. Əstəğfurullah, 30 nədir? Məhlulumuz 100-dür, baxın. Məhlulun kütləsində. Məhlulumuz 100-dür. Qatlığı da deyir 30-dur. Vur 30 böl 100. 30 qram həll olan var. 100 qramın 30 qramı həll olandırsa, bəli, 70 qramı sudur. Bu doğru ifadədir. İkinci ifadə doğrudur. İndi baxaq üçüncü ifadəyə. B nöqtəsində məhlulda 15 qram duz var. B nöqtəsi bu nöqtədir. Deyir 15 qram duz var. Yəni 200 vur omegası 15 böl 100. Tapdıq ki 30 qram duz var. Bu artıq doğru deyil. Doğru cavab oldu yalnız 2, B variantı. 26. Sıxlığı olan məhlulda kalium OH-ın kütlə payı verir və molyar qatlığı verir. Bizdən X-i, yəni molyar qatlığı soruşur. C bərabərdir 10 rho omega bölünsün M molyar düsturumuz var və burada qiymətləri qoyuruq yerinə. 10 vurulsun, 20 vurulsun. Deməli 2,8 2,8
2,8 bölünsün malyarı, yəni 56 qram. S də buradan 10 qrama bərabər olacaq. 27-ci sual nəzərdən keçirik. 40% məhluldur, biri də 20% məhluldur. Kran açılanda 40 ilə 20-nin arasında bir rəqəm alınır. Məsələn, 30% alınır deyək ki. Birinci məhlulda natrium xloridin kütlə payı artar. Bax, birinci məhlul budur. 40-dan 30-a gəlib kütlə payı artmadı axı, azaldı. İkinci məhlul durulaşır. İkinci məhlul bax 20-dən 30%-ə gəlib durulaşmadı axı. Bu da doğru deyil. Birinci məhlul durulaşır. Bəli, birinci 40-dan 30%-ə gəlir. Bu doğrudur. Doğru cavab oldu B variantı. 28. Temperatur 10 dərəcə olan doymuş şəkər məhlulunun qatlılığını artırmaq olar. Nə zaman artırmaq olar soruşur. Sabit temperaturda su əlavə etməklə fikir verin. 10 dərəcədə bu doymuş şəkər məhluludur da. Yəni 10 dərəcədə buna heç nəyin xeyri yoxdur. Bu məhlul onsuz da doyub. Sabit temperaturda, yəni sabit temperatur nə deməkdir? Elə 10 dərəcədən söhbət gedir. Su əlavə eləsək. 10 dərəcədə buna su əlavə eləsən də bu məhlul onsuz da doyub. Yəni ona fərq etməyəcək. Məhlula şəkər əlavə edib qızdırmaqla. Aha, qızdırmaq nə deməkdir? Yəni bunu artıq 10 dərəcədən 20 dərəcəyə, 30 dərəcəyə, başqa bir dərəcəyə keçirmək. Bəli, bu doğru ifadədir. Qızdırmaqla doymuş məhlulun qatlılığını artırmaq olar. Məhlulu soyutmaqla, bax, soyutsaq 10 dərəcədən aşağı düşəcək, düzdürmü? 5 dərəcəyə və yaxud da daha aşağı düşə bilər. Amma fakt budur ki, yəni bu 10 dərəcədə, yenə 10 dərəcəyə qalxanda bu doymuş məhlul olacaq. Yəni məhlulu soyutmağın da orada qatılığı artırmağa bir əhəmiyyəti olmayacaq. Ona görə də doğru cavab burada yalnız olacaq ki, D variantı. 29. Məhlullar. Həlledicinin kütləsi fikir verin. Həlledicinin kütləsi bərabərdir. Məhlulun kütləsi fərqli qiymətlərdədir və deyir ki, ən böyük məhlul M3-dür. Məhlulun qiyməti çoxdur və qatlıqlarının arasında münasibəti bizdən soruşur. Su sabitdir. Deyək ki, suyu məsələn mən götürürəm, yerinə qiymət yazıram 5 qram. Bunu dəyişməyəcəm. Amma məsələn, omega bərabərdir. Kütləni yoxlayırıq. Birincində deyək ki, 5 qram götürdüm həll olanı. Həll olan 5-dir. 5 üstəcələ məxrəcdə də suyun cəmi. Omeganı hesablayıram. Burada omega olur 50%. Omega 1. Omega 2-ni hesablayıram. Bax, həll olanı dəyişirəm. Çünki deyir M2, M3 böyükdür, M1 böyükdür, M2. Ən kiçiyi M2-dir. Onda bu M2 olacaq. Çünki həll olanı artırdıqca omeganın qiyməti omega 2 deməli artacaq. Deməli, 5 həll olanı artıraq. İndi 10 götürək. 10 üstəcəlik 5. Amma suyun qiymətini dəyişmirəm. Su olduğu kimi, 5 olduğu kimi qalır. Bu oldu 60. İndi baxıram. Deməli, digərinə. Omega bərabərdir. Yenə həll olanı artıram. 20. 20 üstəcəlik 5 vurulsun 100. Burada da qiymət alındı. Deməli, 80%. Və baxıram ki, burada ən böyük kütləyə uyğun, ən böyük omega olacaq. Yəni, omega 3 böyük olacaq. Nədən? Omega 1-dən, buradakı asılılığa görə böyük olacaq omega 2-dən. Yəni, kütlə artdıqca, həll olan maddənin kütləsi artdıqca omega da artır. Ona uyğun, bu artan kütləyə uyğun artacaq. Bu da doğru cavab olacaq. Y variantı. 30-cu sual. Qrafikə əsasən X-i müəyyən edin. X budur, qatılığı 70-dir. Məsələn, bir başqasını götürək, 50-yə də qatılıq 28-dir. Belə də götürə bilərik. Düsturumuz vardı. M1 omega 1 bərabərdir M2 omega 2. Yazıram. X vur 70 bərabərdir 28 vur 50. X də buradan bərabərdir. Bunlar ixtisar getdi 20-yə. Doğru cavab olacaq. Deməli, B variantı. 31-ci sual. İlkin məhlulda duzun kütlə payı 40% olarsa, qrafikə əsasən alınmış məhlulda duzun kütlə payını müəyyən edin. İlkin məhlulun kütləsi bax verib 80 qramdır. Əlavə edilən duzun miqdarı da verilib 40 qramdır. Yəni, məhlulumuz 80 qramdır və 80-in 40%-ni tapmalıyam. 80 vur 40 böl 100. Bu oldu 32 qram həll olan, düzdür. Həll olanımız oldu 32. Suyumuz da olacaq nə qədər? Məhluldan həll olanı çıxanda 48 qramda olacaq suyumuzun miqdarı. Və deyir ki, əlavə edilən duz 40 qramdır. Yəni, duzu da həll olanın üzərinə əlavə edirəm. Həll olanım oldu 72 qram. Bizdən də omeganı soruşur. Omega bərabərdir 72 bölünsün. Məxrəcdə də
Həll olanla həll edicinin cəmi vurulsun 100. Cavab olacaq 60%. 32-ci suala baxırıq. Su əlavə edilmiş məhlulların molar qatılığının dəyişilməsinin qrafiki əsasən C və V-ni müəyyən edin. Bax, birincinə baxırıq. Birincində qatılıq C-dir. C bərabərli nü bölünsün V düsturuna görə. Birincində qatılıq C-dir. Məhlulun həcmi də 1-dir. Yəni nü böl 1. Buradan nü bərabər oldu C-yə. Bunu tapdıq. İndi ikincində qatılıq deyir 14-dür. Yəni 14 bərabərdir qatılıq nü böl V. Nüyümüz C-dir. Burada tapdıq C. V-imiz də 2-dir. Bax, burada göstərir. C də buradan bərabərdir 28. Bunu da tapdıq. Üçüncündə V-yə də 7 qatılıq uyğundur. Yəni C bərabərdir nü bölünsün V düsturuna görə 7 bərabərdir. Deməli, C bərabərdir nü böl V. 7 bərabərdir. Qatılığın qiymətini qoydum yerinə. Burada bax, C bərabərdir 28 aldıq. Burada da nü bərabərdir C almışdıq. Yəni nü elə 28-ə bərabərdir. 28-i yazdım yerinə, böldüm V-yə. V də buradan bərabər oldu 4-ə. V-də 4 tapdıq. Yəni bizim C-imiz oldu 28, V də oldu 4. Doğru cavab oldu C variantı. 33-cü sual. Natrium hidroksidin suda məhluluna bu məhluldakı natrium hidroksidin kütləsinin yarısı qədər su əlavə etdikdə həll olan maddənin kütlə payı 1,2 dəfə azalır. İlkin məhlulda suyun kütləsi natrium OH-ın kütləsindən neçə dəfə çoxdur? Yaxşı. Deməli, natrium hidroksidin suda məhlulu. Biz bilmirik natrium hidroksidin məhlulu nə qədərdir? Məhlulu X götürürəm, omeqanı da A götürürəm, A faiz götürürəm. Və X-in A faizini hesablayıram. Buradan yazaq, bölünsün 100. Bu olur 0,1 A2 natrium hidroksid, yəni həll olanın miqdarı. Və X-dən 0,1 A2-si çıxsam, suyun miqdarını taparam. Bizə də deyir, natrium hidroksidin kütləsinin yarısı qədər su əlavə etdikdə natrium hidroksidin kütləsi nə qədərdir? 0,1 A2. Onun yarısı, bu da 0,5 A2 olacaq. Bu qədərdir, su əlavə elə suyun üzərinə. Yəni 0,005 A2 suyun üzərinə əlavə elədim. Və həll olan maddənin kütlə payı deyir 1,2 dəfə azalır. Əvvəl nə qədər idi kütlə payı? A idi. Deyir 1,2 dəfə azalsın. Yəni A böl 1,2 olsun. Bərabərdir. Sürətdə həll olan, yəni 0,01 A2. Məxrəcdə də həll olanın həll edicinin cəmi 0,01 A2 üstəgələk bu hissə. X minus 0,01 A2 üstəgələk 0,05 AX. Burada 2 dənə 0 var. 0,005. Burada da vur 100 var omeqanın düsturunda. Və buradan deməli bunlar ixtisar gedəcək. Yazacağıq 1,2. Deməli bunu vurduq 100-ə. X bərabərdir. X plus 0,005 AX-ə. Və buradan deməli A bərabər olacaq. X-lər də deməli 0,2 X. A bərabər olacaq 40-a. A-nı hesabladıq. Bu omeqamız oldu 40%. Yəni oldu X qram 40%li. X qram 40%də 0,4 X həll olan var. 0,6 X-də suyumuz var. Bizə də deyir, ilkin məhlulda suyun kütləsi 0,6 X-dir. Natrium OH da 0,4 X-dir. Natrium OH-ın kütləsindən neçə dəfə çoxdur? 1,5 dəfə çox olacaq. 34. 350 qram 10%li kalium OH məhlulun tərkibində 50 qram kalium OH olan 150 qram məhlul əlavə edilir. 150 qram məhlulun içində deyir 50 qramı kalium OH-dur, yəni həll olandır. Onda suyumuz da 100 qramdır. Bunu müəyyən elədik. 350 qram da 10%lidir. Yəni nə deməkdir? 35 qram həll olan var. 350-dən də 35 çıxanda 315 qram da suyumuz var. İndi məhlulun üzərinə bunu əlavə eləmişik. Yəni 35-in üzərinə 50 əlavə eləyəcək. Həll olanın üzərinə həll olan gəlirik. Bu olur 85 qram. Suyun da üzərinə da suyu əlavə eləmişəm. Bu da olub 415 qram su. İndi omeqanı tapa bilərəm. Omega bərabərdir 85 bölünsün. 85 üstəgələ 415 vurulsun 100. Bu da 17% edəcək. 35-ci sual. Burada da qatılıq verilib, C verilib. Deməli C, bir dəqiqə C verilib.
omega verilib, rho verilib. Bizdən M malyarı soruşur. Bizim də düsturumuz var idi. C malyar bərabərdir 10 rho omega bölünsün M malyar. Bizdən də M malyarı soruşur. Yəni buradan M malyar bərabərdir 10 rho omega bölünsün C. O da bərabər 7,5 məxrəcə 10 vur 30 vur 1,5. Cavab burada 60% edəcək.